Samədin biz təcəllilərinə baxsaq, görürük ki, Allahu Teala bəşər övladının ehtiyaclarında, çətinliklərində, sıxıntılarında ona üst tutmaq hissini insanın içərisində qoyubdur. Bu insanın fitrətindədir. İnsan Allah fitrətində yerləşdirib ki, sıxıntılarında, çətinliklərində ilk anda insan Allaha üst tutur. İnsan o zaman ki, maddədən əli üzür, maddi dəstəklərdən əli üzülür, görür ki, ona heç bir maddiyyat fayda verə bilməyəcək, o zaman ali bir qüvvəyə üst çevirir. İmam Sadiq əleyhissalamın dönəmində Əbu Şakir Deysani gəlir İmam Sadiq əleyhissalamın yanına, deyir ki, Rabbimin varlığı mənə subut elə, məni yönəlt Allaha görüm, Allah varmı, yoxmu? Bunu necə subut eləyərsən yəni? İmam Sadiq əleyhissalam ona deyir ki, sən gəmi minmisən, gəmidə səfərdə olmusan, hə. Üzmək bacarırsan, deyir, yox. Deyir, olub ki, təhlükə anı yaşayasan, məsələn, dalğa falan ki, gəmi bata bilər. Deyir, qarşılaşmışam bu cür hallarla. O anda deyir, qəlbin nəyə bağlanıb? Deyir, o anda qəlbin ali bir qüvvəyə bağlanırdı ki, bir qüdrət bizi xilas eləyə bilər buradan. Ümidim var idi ki, bir qüdrət bizi buradan qurtarır. İmam buyur ki, həmin elə qüdrət Allah-u Teala'dır. Yəni Allah insanın fitrətində, insanın təbiətində qoyub onu tanımağı, ona üst tutmağı, ona yalvarmağı, ona əl açmağı. Amma insan bəzən bundan qəflətdən olur, bəzən bunu unudur. Niyə? Çünki maddi bağlılıqlar, dünyavi bağlılıqlar, günahlar bir hicab yaradır. İnsanın bu fitri məsələləri, insanın qəlbinin üstünə bir hicab yaradır. Amma çətinliklərdə, bəlalarda o qəlbin üstündəki o tozun hamısı aradan gedir və insan yenidən Allah'ını üst tutur. Bax, burada gərək ki, insan təzədən qəflətə düşməyə. Quran-ı Kərimdə Allah Teala bu məsələni bu cür bizə bəyan eləyir. Ənkəbut surəsi 65-ci ayədə. Elə ki, deyir, gəmiyə mindilər, sıxıntı oldu, çətinlik oldu, problem oldu, ixlasla Allaha dua etdilər. İxlasla dua edirlər. Quranda bir neçə yerdədir bu ayə. Bir yerdə bu cür deyir, dua edib nə deyir? Deyirlər ki, İlahi bizi buradan xilas eləsən, biz şükr edənlərdən olacağıq. Allah onları quruya çıxartdı, deyir, nicat verdi, gəldilər, quruya çıxdılar, onlar yenidən Allaha şərik qoşarlar. Bu insanın xüsusiyyətidir. Allah çox tövfiqat göndərir, çox hidayət üçün lütflər eləyir. Sadəcə unutqan olan insan qəflətə düşür çox zaman. Qiyamətin günündə heç kəsin Allahın qarşısında heç bir bəhanəsi olmayacaq. Biz elə bilirik ki, etdiyimiz günahlara bir bəhanələr gətirə biləcək, gətirəməyəcək, yox. Quran da deyir, ən böyük dəlil, hüccət Allaha məxsusdur. Allah bütün bəhanələrimizi kəsəcək. Hidayət sahəsində, haqqı tanıma sahəsində bütün bəhanələrimizi kəsəcək. Mən sizə haqqı tanıtdırdım, haqqı göstərdim, dəfələrlə müvəffəq etdim, amma insan sən neynədin? Yenə üst çevirdin, yenə unuttun.